Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzillə qarşınızdayıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişində Bravo Marketin tam qarşısında Əsəd Əhmədov küçəsində yeni tikili 18 mərtəbəli binanın 18-ci mərtəbəsindəyik. Burada qanuni 2 otaqdan 3 otağa düzəlmə, yelçəkər, 105 kvadrat ümumi ölçülü, 88.80 kvadrat isə çıxarış sahəsinə malik kupçalı bir mənzildəyik. Mənzil 18-ci mərtəbədə yerləşir, mansar deyil, lift qalxır, birbaşa mənzilə lift qalxır, qazı, suyu, işığı hamısı daimidir, istilik sistemi isə fərdi olaraq kombidir. Mən mənzili sizlərə çəkib təqdim edəcəm. Qeyd edim ki, mənzilin kosmetik təmirə ehtiyacı var. Vaxtilə ev sahibi tərəfindən təmir olunub, yaşanılıb. Hal-hazırda isə mənzildə yaşayış yoxdur. Alıb yaşamağa, kirayə verməyə uyğun bir təklifdir. İndi isə mənzil haqqında məlumatlar verəcəm. Xahiş olunur təqdimatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Burada giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil olub da sağ istiqamətdə tam boy qardırob hissə yerləşir. Sağda mənzilin qonaq otağı yerləşir. Döşəmə parketdir. Geniş bir 30 kvadrata yaxın bir qonaq otağı var. Qonaq otağının genişliyini görürsünüz. Çox gözəl bir proyektə malikdir. Mənzil orta evdir. Skvaznoydur, gün çıxana və gün batana baxır. Yüngül kosmetik əl gəzirəyi mənzili fərahlada bilərsiniz. Burada mənzilin mətbəx hissəsi yerləşir. Bu şəkildədir mətbəx. Mətbəx hissəni görürsünüz. Kifayət qədər geniş ölçüyə malik mətbəx var və mətbəxin havalandırması da mövcuddur. Əgər gələcəkdə mənzili təmir edəcəksinizsə, mətbəxi yerinə qaytarıb buranı iş otağı kimi, uşaq otağı kimi də edə bilərsiniz. Əvvəl mənzilin mətbəxi bu istiqamətdə olub. Mətbəx dəhlizə ayrılmış bir zolaq hissəyə gətirilərək 2 otaqdan 3 otağa düzəlmişdir. Burada birinci yataq otağı yerləşir. Baxın, belə bir gözəl yataq otağı var və yataq otağından eyvana çıxış var. Dəmir barmaqlıqlarla hasar alınmış bir eyvan hissə var. Təhlükəsizlik baxımından alınıb və mənzilin şəhərə gözəl bir mənzərəsi olduğunu da görürsünüz. Qarşısı açıqdır. Səhər gün çıxanda bu istiqamətdən, axşam gün batanda isə digər istiqamətdən gün düşür mənzilə. Burada isə mənzilin sanitar qovşağı yerləşir. Baxın. Sanitar qovşağını da sizlərə təqdim edək. Digər yataq otağını da göstərəcəm. Baxın, bu şəkildədir. Üçüncü otaq olan ikinci yataq otağını sizlərə göstərim. Mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Bu otaqdan da eyvana çıxmaq mümkündür. Mənzilimiz Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin girişi İnşaatçılar metrosuna 2 dayanacaq məsafəsində 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. 105 kvadrat ümumi sahə, 88.80 kvadrat isə çıxarış sahəsinə malik. Qanuni 2 otaqdan 3 otağa düzəlmə bir mənzili sizlərə təqdim elədik. Mənzilin qiyməti 163.000 manat başlanğıc qiymətdir. Qeyd edim, mərtəbəyə lift qalxır, mansar deyil. Qazı, suyu, işığı daimidir. Qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satqı edib mənzili öz adınıza rəsmiləşdirə bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin.